Makedoniyalı İskəndər. İskəndərin müəllimi dahi Əlestunun özü olmuşdu. Atası Filip öldükdən sonra 20 yaşında İskəndər Makedoniyanın şahı oldu. Yunanistandan Hindistana qədər uzanan ən böyük imperiyalardan birini qurdu. 20-dən çox şəhər inşa etdi. Bizim eradan əvvəl 331-ci ildə Fars şahı 3-cü Daryanı darmadağın etdi. Özü bir döyüş belə məğlub olmadı. Atı Butsifal şərəfinə şəhər saldı. Yatanda belə Əlestunun ona verdiyi İlyadanı yanında saxlayırdı. Bunu müqəddəs talisman sayırdı. Deyirlər ki, bir gözü mavi, bir gözü qəhvəyiymiş. Sanki təbiət belə İskəndərin daxilində olan işıq və zülməti ayırırmış. 32 yaşında Babildə xəstəlikdən vəfat etdi.